Maddi məsələlər, kreditlər və borclar sizi heç bu qədər yormamışdı. Rahat ox atan bürcləri. Bəli, şəkildən də gördüyünüz kimi ayın 29-undan və iyul ayının önümüzdəki ayın 24-nə qədər mən bu videonu iyun ayında çəkirəm. Bizim retromuz var. Nədir retro? Mən bunu qırmızı rəngdə bir videoyla, qırmızı qapaq şəklindəki bir videoyla YouTube kanalıma onsuz da yükləmişəm. İndi isə gəlin baxaq bu retro ox atan bürcləri üçün nələr gətirir. Əvvəlcə retroya bir özet keçim. Əziz ox atan bürcləri, retro deyiləndə astrologiyanın yaxından uzaqdan əlaqəsi belə olmayan bir insan bilər ki, retro hələ ki də Merkurinin retrosu geriləmə deməkdir. Yəni Merkurinin gerilənməsi. Yəni astroloqlar və digər insanlar elmi dildə buna Merkurinin geriləməsi deyir. Amma əslində olan heç bir planet heç vaxt geriləmir. Sadəcə hərəkətini həddindən artıq yavaşlatır. Və bu da elə bir təsirdir ki, bütün insanlara eyni təsiri göstərir. Bundan biraz fərqlilik varsa da digərindən birinə həddindən artıq çox təsir eləyir. Retrolar nə işə yarayır? Heç bir müsbət cəhəti yoxdur. Bir dənəsindən başqa mən bunu deyəcəm nə olduğunu. Heç bir müsbət cəhəti olmayan bir dönəmə, ildə 2-3 dəfə, üzr istəyirəm, 3-4 dəfə reallaşan, gerçəkləşən gerilənməyə, yavaşlamağa Merkur retrosu deyilir. Və bu hər dəfə fərqli bir bürcdə olur. Bu dəfə də xərçəng bürcündə olacaq Merkur retrosu və hər dəfə fərqli bir təsirdə olur. O da bürcə görə dəyişir, amma normal etkiləri Merkur retrosunun geriləmədir. İnsanlarda keçmişin düşüncəsi, tələbəlik illəri, köhnə sevgililər, köhnə sevgililərin gəlişi, hətta bəzi insanlar ay retro gəlir, köhnə sevgilim geri gələcək. Təbii ki də bunu köhnə sevgili gəlişində göz olan insanlar üçün deyirəm və s. Nəysə, indi ox atanlar üçün necə təsir edəcək? Gəlin buna baxaq. Bu retro sizin belə maddiyyat məsələlərində kredit, miras, ikili belə deyim ortaqlıqlar, belə gərginlik yönətimi, gərgin anlar, əsasda ailə ilə, çünki nəyə görə? Bu xərçəngdə olur. Sizin də 8-ci evinizdə reallaşacaq. İndi mən sizin 8-ci evinizdə öz şəxsi doğum xəritənizdə hansı planet var demirəm. Nəysə, buna videonun axırında danışacağım. Biraz duyğusal olaraq, duyğusal deyil normalda ox atanlar, amma bu vəziyyətin biraz yönəltilməsi və s. zehninizi belə həddindən artıq məşğul eləyəcək mövzular falan filan çox olacaq sevgili ox atan bürcləri. Və siz bu retro ilə necə başa çıxacaqsınız? Əvvəlcə bunu bilin ki, qısa bir dönəmdir və çox qısa bir müddət sonra bu dönəm bitəcək. Önümüzdəki ayın 24-də sizin eləməniz gerəkənlər biraz duyğusal detoks eləyin. Yəni iç dünyanızda uzun müddətli belə saxladığınız, deyə bilmədiyiniz, gizlətdiyiniz, sizi aşağı çəkən, qorxularınızla sizi sınayan nə kimi düşüncələriniz varsa, hamısını şəfalandırma dönəmidir. Ən yaxşı şəfalandırma da hansıdır? Təbii ki də bunları boşa vermək və maddiyyatınızla bağlı tablonuzu gözdən keçirin. Mən bayaq sizə dedim ki, Merkur retroların bir dənə müsbət cəhəti var. Bu da keçmiş məsələlərin bağlanmasıdır. Və bu da sizin 8-ci evinizdə olduğu üçün siz kredit, borc və s. bunların hamısını bağlamalısınız. Retroların belə bir özəlliyi var ki, əgər siz bu retroda hər hansı bir mövzu, maddi, mənəvi heç fərq eləməz, gərginlik və s. kimi o mövzuları bu retroda həll eləmədinizsə, önümüzdəki retro bunlar qatılanaraq daha isə geri gələcək. Məsələn, bir kredit götürdünüz, amma önümüzdəki vaxtda bu sizə faizi ilə qatlanıb daha da çox gələ bilər. Nəysə, davam edirik. Yarım qalan işlərinizi tamamlayın. Evdə biraz bu Merkuri retrosudur. Yəni biraz qız bürcünü və ikizlər bürcünün idarə edici planetidir bu Merkuri və retrosunu sadəcə xərçəng bürcündə eləyir. Biraz təmizliyə, düzənə riayət edin. Bu sizin psixologiyanızın biraz qatacaq və o əkizlərin
Merkuriyə görə deyirəm. O həddindən artıq o daldan bu dala fikirlərinizi biraz sizdən uzaqlaşdıracaq. İç səsinizə və məntiqinizə güvənin. Sezgilərinizlə, 6-cı hissinizlə hərəkət eləyin və mən göy üzünü hər bir bürc üçün, bütün planetdən, bütün ulduzlardan, ulduzlardan bizim əsas ulduzlarımız var. Bunu da başqa bir videomda anlataram. Bəli, bir təsir var, bu sadəcə ox atan bürclərindədir. Bir də xərçəng və balıq bürclərində ola bilər. Bu retroda gördüyünüz yuxular xəbərçi ola bilər. Yəni sizin bir sonraki adımınıza, yəni bir necə deyim, ox ola bilər, bir simgə ola bilər. Bəli, və etməməniz gərəkənlər təbii ki də finansal risklərə girməyin, əlavə kredit götürün və s. Ümumiyyətlə mən retro dövründə göy üzünün təsirinin də altında qalaraq yeni bir şeyə, yeni bir iş, yeni bir kredit, yeni bir ilişki və s. kimi yeni bir qərar, bu kimi yeni mövzulara biraz qarşıyam. Nəyə görə? Çünki retro dövründə bunlar biraz aldadıcı olur. Bəli, və keçmişin keçmişdə sizə böyük təsir edən şeylərdən uzaqlaşın. Bunları artıq yola verin. Köhnə sevgililər, köhnə qırğınlıqlar, köhnə dostlar, bu niyə belə oldu, mən niyə bu vaxtda belə qırıldım və s. Bəli, çünki xərçəng bürcündə olacaq bu retro, biraz çətin ola bilər. Və bu retro dövründə sizə göy üzünün bir sirri var. Necə deyim, bir məcburiyyəti var. Bu da gizli saxlı işlərdən uzaq durun. Aramızda qalsın denilən hər şeydən uzaq durmağa çalışın. Əgər buna diqqət eləsəz, əmin olun ki, retro dövrünü çox asan keçirəcəksiniz.